Xoşbəxt olmağın 10 qızıl qaydası. Düzdür, həyatda tam xoşbəxtlik deyə bir şey yoxdur. Kim ki deyir mən tam xoşbəxtəm, bilin ki yalan deyir. Amma yenə də 10 qızıl qayda var. Burada gəlin birlikdə oxuyaq. 1. Heç kimdən gözləntin olmasın. Hər kəsi özün kimi bilmə. Sənə dəyər verməyənə sən də dəyər vermə. Səni sevənlərlə səndən istifadə edənləri biri-birindən ayırmağı öyrən. Heç kimə kör-körənə güvənmə. Ay, nə gözəl cümlələrdir. Keçmişinin üstündən bir xətt çək. Wow, excellent. Mənfi Mənfi düşüncələri qov. Hər şeyin yaxşı olacağına inan. Bəli, düşün. Düşüncə, bəli. Yaxşı düşün, yaxşı olsun. Mən bunu dedim. Özünü sev. Ən gözəl. Bəli, özünüzü sevin dostlar. Gedənin arxasıca göz yaşı töküb sızlama. Həmişə deyirəm, lazım deyil. Unutma, dünyada səndən bir dənə də olsun yoxdur. Wow! Həqiqətən də özümü xoşbəxt hiss elədim bu cümlələrlə. Sizə də məsləhət bilirəm. Bu qaydalara əməl eləyin dostlar. Xoşbəxt olun. Xoşbəxt olmaq bizim öz əlimizdədir. İnsan taleyini də, qismətini də, xoşbəxtliyini də yadınızda saxlayın. Özü yazır.